Diabetik yaralarda ümumi cərrah nə kimi əməliyyatlar icra edə bilir? Birinci növbədə biz xəstənin ümumi statusuna qiymət veririk. Şəkərli diabetin mərhələsinə, növünə fikir veririk. İnsulinin miqdarına və digər faktorları, analizləri götürəndən sonra onun aşağı ətrafın qan dövranını öyrənirik və ondan sonra biz qərar veririk ki, hansı əməliyyatları icra edə biləcəyik və hansı səviyyədə icra edə biləcəyik. Əgər qanqrena varsa, biz amputasiyanın sərhədlərini dəqiqləşdirməliyik. Bunun üçün aşağı ətraf damarlarının Doppler müayinəsi mütləq lazımdır, həm arteriyaların, həm venaların. Bunun üçün ürək-damar sistemini öyrənmək lazımdır. Bunun üçün oksigen təchizatını, maddələr mübadiləsini dəqiqləşdirmək lazımdır. Xüsusilə zülalların mübadiləsini, qanda albumin, globulinlərin miqdarını. Ondan sonra mikrofloraya çox böyük əhəmiyyət vermək lazımdır. Ondan sonra o qızıl ortanı seçirsən və ondan da gedirsən. Yəni bu elə-belə asan bir şey deyil. Elə harda qaralma götürdüm, bir dənə skalpel götürdüm, bir dənə sıxıcı götürdüm, getdim başladım onu kəsmək. Bu düzgün yanaşma tərzi deyil. Şəkərli diabetli xəstələrə kompleks yanaşma tərzi lazımdır.